Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün panel fikrim az saytı haqqında danışmaq istərdim. Bundan öncə videolarımda mən bu sayt barədə daha ətraflı geniş məlumat vermişdim. Kanalımda bu sayt barəsində videolar var və kanalıma yeni qoşulan izləyicilərim üçün onu da sizə deyim ki, bu saytdan yatırımsız bir şəkildə sifariş etmək mümkündür. Suallara cavab verirsən və balansın 10 manat olduqda isə Narı Paxel cin nömrələrinə sifariş edə bilirsən. Gördüyünüz kimi mənim balansımda 14 manat pul var. İndi isə bu pulu sifariş edəcəyik. Sifariş etməmişdən öncə dostunu gətir bölməsinə daxil oluruq. Deməli, bundan öncə bir neçə ay bundan əvvəl dostunu gətir 50 qəpik idi. İndi isə hər dostu gətirdikdə sizə 1 manat verir. Və məsəl üçün, gəlin bir dostumu gətirdim, 1 manat əlavə olundu. Yəni, hər dəqiqə əlavə olunmur da, yəni dostlar, belə deyim sizə, yəni gec əlavə olunur. Deməli, balans bölməsinə daxil oluruq və saytların çıxarılması üçün sifariş klik etdikdə burada mobil operatoru seçirsiniz. Normal seçirəm mən. Deməli, nömrənizi daxil edirsiniz. Və daxil etdikdən sonra gördüyünüz kimi bu mənim çıxarış etdiyimdir. Bundan öncəki videolarımda 9 dəfə çıxarış etmişəm. Bu 10-cu çıxarışım olacaq. Yatırımsız bir şəkildə. Balansımda 14 manat 20 qəpik var və buraya daxil edirik 14.20. Sifarişi göndər. Lütfən yararlanan sifarişi parametrlərini yoxlayın. Məbləğ 14.20, nömrə, rekvizitlər. Deməli, təsdiq etmək üzərinə tıkladıqda sizin sorğu yaradılmış və təsdiqini gözləyir və Gmail-ə yolladı. Bağlayırıq, gedirik Gmail-dən təsdiq edirik. Deməli, Gmail-ə təsdiq edirik ki, sifarişimiz həqiqətən təsdiqlənsin. Sorğunu təsdiq edirik. Sorğunu təsdiq etdik və burada deyir ki, sorğunu təsdiq etdiyiniz üçün təşəkkür edirik. Biz artıq onu işə almışıq. Emal 14 günə kimi. Yəni bizim balansımıza 14 günə kimi gələcəkdir. Balansımıza, yəni kontur kimi gəlsin. Mən videonu qaldığı yerdən davam elətdirəcəm. Video kontur nə vaxt gəlsə, videonu o vaxt çəkib sizinlə paylaşacağam. Və budur dostlar, göndərdiyimizdən 10 gün sonra gəldi bizim balansımıza köçdü 14 manat 20 qəpik. Komissiya belə tutulmadı və əvvəl bizdən 1% komissiya tuturdu. İndi daha tutmur. Onu da sizə deyim ki, 10-cu gün tamamında gəldi balansımıza. Gecə saat 12-də göndərdilər və 14 günə kimi balansımıza gəlib oturur. Onu da sizə deyim ki, çıxarış yalnız kontur kimidir. Yəni bank kartı və EMON cüzdanlarına mümkün deyil. Videonu şərh bölməsində linkini qoyacağım. Siz də qeydiyyatdan keçib tapşırıqlar yerinə yetirərək pul qazana bilərsiniz. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.